Ona görə İmam Hüseyn əleyhissalama ərəbin imamı deyilir ki, çünki bu 2 ay milli adət ənənəmizdən silinsin. Bunun məqsədi budur. Milli adət ənənəmizdən hər şeyi pozublar, daha qoyduqları bir dəyər qalmayıb, nə ailə dəyər qalıb, nə böyük-kiçik dəyər qalıb, nə ağsaqqal, nə ağbirçək, nə cavan, nə uşaq, bütün hamısını pozublar. İndi bu dəyərləri hardasa qoruyub saxlayan, hörməti, ehtiramı, izzəti qoruyub saxlayan bir dəyər var, Mühərrəm Səfər ayı. İstəyirlər bunu da pozsun ki, əxlaqsızlıq eləyəndə bu əxlaqsızlıq aldanmasın. Əmin olun ki, sizdən çox-çox güclü olan strukturlar gəldi 70 il bu xalqın ürəyindən İmam Hüseyni ala bilmədi. Vallahi ala bilmədi, billahi ala bilmədi. Sovet dağıldı. Xocalı hadisəsində baxın, 20 yanvarda baxın. Xalq öz şəhidinə, öz dünyadan köçəninə əzadarlıq eləyəndə hansı şüarlardan istifadə edirdi? Vay Hüseyn, Şah Hüseyn. Əzizim, siz bu xalqın evladı olmaqdan, qızı olmaqdan uzaqlaşmışsınız. Siz qərbin mədəniyyətinə inteqrasiya eləmişsiniz. Biz yox, biz öz kökümüzə qayıtmışıq. Xalq Füzuli xatirəsinə qayıdıb, xalq Seyd Əzim xatirəsinə qayıdıb və siz indi başqa bir saxta mədəniyyətlərə inteqrasiya edilmişsiniz deyə və əsir olmuşsunuz deyə bu bizim günahımız deyil. Biz sizi də dəvət edirik. Siz bu xalqın köklü dəyərlərindən ayrılmışsınız, ona görə xalqın köklü dəyərini başa düşə bilmirsiniz. Siz bu xalqın mədəniyyətindən uzaqlaşmışsınız deyə bu xalqın mədəniyyətini başa düşə bilmirsiniz. Siz saxta dəyərləri bu xalqa götürüb hakim eləmək istəyirsiniz. Biz ərəbin mədəniyyətini bu xalqın üzərində hakim eləmək istəmirik. Biz İmam Hüseyn əleyhissalamın ilahi şəxsin və eyni zamanda kamil insanın xüsusiyyətlərini istəyirik hakim olsun. Bu ərəbin mədəniyyəti deyil.